və bir də vinil asitilindən danışaq. Gəlin görək asitilenin dimerləşməsi necə baş verir? CH 3 qat rabitə CH. Dimer deyirsə biz 2 mol asitilen götürməliyik. Bu zaman alınır vinil asitilen. Yəni vinil radikalı CH2 CH C 3 qat rabitə CH. Gəlin görək buradan nələr düşə bilər, nələri bilməliyik biz. İlk öncə mən keçən dəfə videolarda da demişdim ki, 2 qat, 3 qat rabitəli karbonları dərhal mötərizənin içərisinə salırıq ki, biz orada hibrid vəziyyətini düzgün qeyd edək. Baxın, burada 2 qat rabitəli karbonlar sp2 hibrid halındadır. 3 qat rabitəli karbonlar isə sp hibrid halındadır. Baxın, burada ən çox pi rabitəsi olan vinil asilindədir. 3 dənə pi rabitəsi var. 3 dənə pi rabitəsi, biri buradadır, ikisi isə buradadır. Deməli, hər pi rabitəsi 2 dənə p orbitallardan yaranmışdır. Ona görə də burada cəmi 6 dənə p orbitalı vardır. İndi gəlin bunun H-xlorla reaksiyasına baxaq. Buradan yazıram. Deməli, vinil asitilen CH2, 2 qat rabitə CH, tək qat rabitə C, 3 qat rabitə CH. Üzərinə gəlirsiniz H-xlor. Markovnikov qaydasını tətbiq edirik. Təbii ki, burada ən çox abituriyentlərin verdiyi suallardan biri niyə 2 qat rabitədə yox, 3 qat rabitədə gedir reaksiya? Çünki pi orada daha çoxdur. Ona görə də burada Markovnikovu burada tətbiq edirsiniz. Hidrogen çox olana, xlor isə hidrogeni olmayan ikinci karbona daxil olur. Bu zaman alınır CH2, 2 qat rabitə CH, tək qat rabitə C, xlor, 2 qat rabitə CH2. Aldığımız maddə vinil, deməli, xlorprendir və yaxud da 2 metil, deməli, butadiyen, 2 xlor butadiyen 1,3 adlanır. Yəni burada da yenə karbonların hibrid vəziyyətlərini və bizə nələr düşər onları qeyd edək. Məsələn, burada 2 qat rabitəli karbonlar sp2 hibrid halındadır. Bəzən bax bu tək qat rabitə abituriyentləri çaşdırır. Tək qat rabitəni görən kimi sp3 hibrid halı deyir. Xeyr, bu sp3 hibrid halı deyil. Sadəcə sp2 orbitallar hər biri bir dənə orbitalla sigma rabitəsini əmələ gətirmişdir. Gəlin görək, bax bu xlorprində neçə dənə p orbitalı var. Yadınızda qalsın, mən bax qeyd elədim. Hər pi rabitəsi 2p orbitalı deməkdir. Burada 2p orbitalı, burada 2p orbitalı, burada xlor p elementlər ailəsi olduğuna görə burada da p orbitalı. Xlorprində 5 dənə p orbitalı vardır. İndi buradan hansı örtülmələr var? Onlara baxaq. Baxırsınız. Baxın, sp2, sp2 örtülməsi var. Buradan yazıram. sp2, sp2 örtülməsi var. Belə yazaq. Daha sonra sp2, sp2 örtülməsi 1, 2, 3 dənədir. Aradakı sigmaları götürürsünüz. Biz dedik ki, s orbitalı bərabərdir hidrogen sayına. sp2'nin yanında hidrogen varsa, deməli sp2, s örtülməsi də var. Daha sonra sp2, p örtülməsi var. sp2, p örtülməsi var. Çünki karbonla xlor arasında rabitə yaranıbdır. Sonra p örtülməsi də var. Burada hansılar yoxdur? Testdən çox düşür. Deməli, sp, s örtülməsi, sp3, s örtülməsi, daha sonra sp xlor örtülməsi, sp3 və s. S örtülməsi yoxdur. Çünki mən burada karbonu nə sp, nə də sp3 hibrid vəziyyətində görmürəm. Ona görə həmin bu örtülmələr yoxdur. Bəs gəlin yuxarıda vinil asilində gəlin görək hansı örtülmələr var. Baxın, sp2, sp2 örtülməsi var. Bəli, var. sp2'nin ətrafında hidrogen var. Deməli, onda sp2, s örtülməsi də var. Daha sonra sp2, sp örtülməsi var. Buradan yazıram. sp2,
sp örtülməsi var. Çünki bu iki karbonun arasındakı sigma sp2 sp orbitalların örtülməsindən yaranmışdır. Daha sonra sp örtülməsi var və sp-nin də ətrafında hidrogen olduğuna görə sp s örtülməsi də mövcuddur. Bunları götürsəniz qəbulda buradan gələn sualları rahat